Qeyri-hökumət Təşkilatları Agentliyinin xətti ilə VUF 13 çərçivəsində paytaxtın mərkəz hissəsində sərgi təşkil olundu. Gilavar Foto Klubu İctimai Birliyinin Qarabağ və Şərqi Zəngəzurda urbisit, mina çirklənməsi və dirçələn həyat mövzusunda təşkil edilən fotosərgidə işğaldan azad edilmiş ərazilərimizdə baş verən mina partlayışları və hadisə qurbanları əks etdirilib. Azərbaycan QT-ləri Bakı şəhər salma həftəsində fəal iştiraka başlayıblar. VUF 13 Təşkilat Komitəsində təmsil olunan QT agentliyi uzun müddətdir ki, yerli QT-lərə VUF 13-də iştirakla bağlı yaxından dəstək olur və bu istiqamətdə geniş miqyaslı işlər görülür. Gilavar Foto Klubu İctimai Birliyinin Qarabağ və Şərqi Zəngəzurda urbisit, dirçələn həyat və mina çirklənməsi adlı fotosərgi, Xəzər Gənclərin İntellektual Klubu İctimai Birliyinin isə Xəzərin sahilində adlı intellektual çempionatı təşkil olunur. Hər iki tədbir böyük maraqla qarşılanır. Qarabağ və Şərqi Zəngəzurda urbisit, mina çirklənməsi və dirçələn həyat fotosərgisi buna qədər Avropanın 5 ölkəsi 6 şəhərində təşkil edilib. Bu il daha bir neçə ölkədə keçirilməsi planlaşdırılır. Sözü gedən sərgi mina partlayışlarının nəticələrini göstərməklə yanaşı həm də maarifləndirici xarakter daşıyır. Mina təkcə insanlara deyil, eyni zamanda təbiətə də və bizim havaya da, atmosferə də, eyni zamanda tikinti quruculuq işlərində problem yaradır və bu il Azərbaycan eyni zamanda şəhər salma və arxitektura ildə olduğuna görə mina onun vaxtında təmizlənməməsi, torpaqda qalması yeni tikintilərin qarşısını alır və şəhər salmanın qarşısını alır və biz ona görə də həm mina qurbanlarının fotolarını, eyni zamanda ölkəmizin Şərqi Zəngəzur və Qarabağın olan fotoları həm ölkəmizin vətəndaşlarına, Bakı şəhər sakinlərinə və ölkəmizə gələcək xarici qonaqlara biz onu göstərmək istəyirik və minanın nə qədər problemi olduğunu biz göstərmək istəyirik. Mən burada sakinəm. Bu təsadüfən keçəndə bu sərgini gördüm. Minadan öncə vəziyyət və minadan sonraki vəziyyəti əks etdirən şəkilləri gördüm. Doğrudan da çox vacib, çox bir əhəmiyyətli bir sərgidir. Çünki insanlar görməlidirlər ki, icazəsi olmayan yerlərdə minaya düşə bilərlər və düşdükləri halda hansı vəziyyətə düşə bilərlər. Bəzən biz görürük ki, icazəsiz bir yerlərə, hətta sosial şəbəkələrdə rast gəlirik, yazırlar ki, bizi imkan vermədilər, ora hansı hissəyə keçə bilmədik. Orada minalar var. O yüzden qorunması üçün icazə olmayan yerlərdən keçmək olmaz. Sərgi də bunun üçündür, həm də çox maarifləndiricidir. Qeyd edək ki, Qeyri-hökumət Təşkilatları Agentliyinin tərəfdaşlığı ilə mayın 14-də Bakıda Qlobal Cənub QT platformasının baş assambleyası keçiriləcək. Eyni zamanda agentliyin təşkilatçılığı ilə mayın 16-sında Türk dövlətlərini üzv ölkələrin ikinci həmrəylik forumu baş tutacaq. Mayın 19-da isə VUF-ların tarixində ilk dəfə VUF 13 QT forumu olacaq. Bu tədbirdə 100-dən artıq ölkədən qeyri-hökumət təşkilatları iştirak edəcək.